Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Yadınızdadırsa, Amerika Birləşmiş Ştatlarının prezidenti hələ prezident olmamışdan əvvəl belə bir açıqlama vermişdir ki, əgər prezident seçilərsə, Rusiya-Ukrayna savaşını bir gündə dayandıracaq. Təbii ki, bu prezident seçildi, sonra bu müddət deməli, hətta 100 günə qədər uzadıldı, sonra müxtəlif bəyanatlar səsləndirildi. Hətta ara sıra Trump deməli Ukrayna-Rusiya savaşını dayandıra bilmədiyi təqdirdə Amerikanın bu münaqişənin həlli istiqamətində geri çəkiləcəyi ilə bağlı müəyyən bəyanatlar da səsləndirildi. Əziz izləyicilər, bu günlərdə isə mən oxudum ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump'ın sözçüsü Rusiya-Ukrayna savaşının bütün hallarda dayandırılması ilə bağlı səylərini gücləndirmək və eyni zamanda bilirsiniz ki, Türkiyədə sabah deməli Rusiya prezidenti Putinlə Zelenskinin görüşü gözlənilir və burada Trump'ın da qatıla biləcəyi ehtimalı var. Çünki bu dəqiqələrdə Trump yaxın şərqdə səfərdədir və Ukrayna-Rusiya məsələsində həllində, daha doğrusu Türkiyənin Erdoğan'ın ağsaqqallığı deməli təklif edilib və bu tərkibdə bu məsələnin həll olması ilə bağlı müəyyən cəhdlər görünür. Bunlar məlum olan məsələlərdir. Mənim demək istədiyim mövzu isə Trump'ın sözçüsünün açıqlamasıdır. Trump'ın sözçüsü bəyan edir ki, Trump bütün var gücü ilə bu münaqişənin bitməsini, bu savaşın dayanmasını tərəfdarıdır və buna cəhd edir. Səbəb kimi göstərib ki, Trump Ukraynada insanların ölməsinə razı deyil və orada insanların ölmə halı, hətta hərbiçilərin, gənc hərbiçilərin, Ukraynadan olan gənc hərbiçilərin öldürülməsi Rusiya əsgərləri tərəfindən Trump'ın insani hisslərinə toxunur və Trump buna görə də bu savaşın dayandırılmasını istiqamətində var gücü ilə çalışır. O zaman belə bir sual yaranır. Əgər Ukrayna-Rusiya savaşında Ukrayna hərbiçilərin öldürülməsi Trump'ı narahat edirsə, Trump'ın insanlıq hissinə əgər varsa, toxunursa, bəs niyə görə Qəzzada deməli öldürülən 53 mindən çox günahsız insanın deməli o naləsi Trump'ın insanlıq hissinə toxunmur? Əziz izləyicilər, baxın görün, belə bir adam Ukraynada hərbiçilərin öldürülməsinə narahat olur. Ondan insanlıq hissinə toxunduğunu əsas gətirərək Ukrayna-Rusiya savaşının bitməsi istiqamətində var gücü ilə çalışır. Amma eyni adam Qəzzada əliyalın, silahsız xanımlar, qadınlar, uşaqlar, yaşlıların üstünə müasir silahlarla təchiz olunmuş deməli bir ordunun yürüdülməsinə əmr verir və onları bütün hallarda dəstəkləyir və eyni zamanda həmən o sakinlərin, Qəzzalıların, Fələstinlilərin oradan başqa ölkələrə köçürülməsi ilə bağlı ümumiyyətlə oranı Qəzzalıların əlindən alması ilə bağlı müəyyən bəyanatlar səsləndirir. Bu artıq Trump'ın və eyni zamanda Qərbin ikiyüzlülüyü demək deyil. Bəs nədir? Əlbəttə ki, Qərbin, yəni Trump'ın bu dediyi söz yalandan başqa və eyni zamanda bütün dünyaya güya Trump mərhəmətlidir mesajını verməkdən başqa bir şey deyil. Əgər Trump mərhəmətlidirsə, o zaman İsrailə dəstəyini kəsməlidir. O zaman İsrailin uşaq qatili olmasına və yoxud da günahsız insanlarını qətlə yetirilməsinə dur deməlidir və İsraili ümumiyyətlə dəstəkləməməlidir. Biz o halda başa düşərik ki, həqiqətən Trump mərhəmətlidir və dünyada savaşın olmasına deməli qarşı çıxır və eyni zamanda bu günlər Trump dediyim kimi yaxın şərqdə səfərdədir. Səudi Ərəbistanı ilə hərbi texnikanın, silah-sursatın alınması istiqamətində, yəni Səudi Ərəbistanı Amerikadan hərbi texnika alacaq, silah-sursat alacaq, müasir silahlar alacaq. Bunun üçün 142 milyard dollarlıq müqavilə imzalayır məhz Trump özü. Müharibəyə qarşı olan bir şəxs niyə görə dünyada rekord həddə bir hərbi müqavilə imzalamalıdır? Qərbin bax mahiyyəti bundan ibarətdir. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.